Məqsəd də budur ki, bu jurnalistləri həbs eləməkdə bunu sorğulayan çöldə adam qalmasın. Bunu çöldə sorğulayan müstəqil jurnalist, müstəqil bloger qalmasın. İstədikləri kimi ölkədə at oynasınlar, istədikləri kimi bu xalqı soysunlar, talasınlar. Neftin, qazın pulunu istədikləri kimi xərcləsinlər. Yəni məqsəd budur ki, bunları çəkib bu xalqa göstərən olmasın. Jurnalist Nurlan Libri qəhrəmanlı Meydan TV işi üzrə qaçaqmalçılıqda ittiham edilərək həbs edilib. Onun barəsində Xətai rayon məhkəməsinin qərarı ilə 1 ay 17 gün müddətində həbs qəti imkanı tədbiri seçilib. Jurnalistin həyat yoldaşı Əsli Qəhrəmanlının sözlərinə görə o həbs olunacağını əvvəldən bilirmiş, lakin fəaliyyətini dayandırmayıb. Deyir ki, jurnalistlərin silsilə həbslərinin səbəbi onların nə qaçaqmalçılıqla məşğul olması, nə də hər hansı bir cinayət törətməsindən irəli gəlir. Müstəqil jurnalistlər öz peşə fəaliyyətlərini yerinə yetirdikləri və yalnız doğruları dərc etdikləri üçün azadlıqları əllərindən alınır. Nurlan əslində həbs olunacağını bilirdi. Yəni saxlanmazdan əvvəl, bir müddət əvvəl dövlət kanallarından birində getmişdi. Bununla bağlı xəbər, meydan işi ilə bağlı. Adı çəkilənlər siyahısında Nurlanın da adı var idi. Ona görə artıq hazırlaşmışdı öz həbsinə. Amma xəbər yayıldıqdan sonra da yenə öz fəaliyyətinə davam edirdi. Bir müddət arada sakitçilik idi. O da rayon çəkilişlərinə getmişdi. Rayon çəkilişlərindən qayıtdığı günün səhər saatlarında Bakı şəhəri ərazisində saxlanılıb. Həmin o saxlanıldığı yerdən elə birbaşa bura gəlib, ana-atasının yaşadığı evə gətiriblər onu. Axtarışda ata-anasının evində olub. Anasının qızıl əşyalarını götürüblər. Daha sonra evdəki olan onların, yəni dar gün üçün belə deyək də, yığdığı pul məbləği, həmin məbləği götürüblər evdən. Axtarış vaxtı, yəni gələndə 8 maşın maskalı adamlar gəlib. Bir nəfərə görə 8 maşın adam gəlib. Tək həyəti yoxdur, bütün məhləni barikadaya alıblar. Daha sonra evə doluşublar elə hamısı birdən. Bunu görən qonşular təbii ki, səsə çıxıblar ki, görək məhəllədə nə baş verir. Həmin o çıxan qonşulardan biri çəkiliş eləmək istəyib. Onun telefonunu əlindən alıblar. Daha sonra aparıb qaratdeldə döyüb, telefonda o çəkdiklərini silib, sonra evə buraxıblar. Qonşumuzun birinin sexinin kamerası var yuxarıda. Həmin o kameranı çeviriblər. Daha sonra girib içəridən həmin o görüntüləri siliblər. Fikirləşirdik yəqin ki, bizim evə gələrlər, Nurlanla yaşadığımız evə. Özləri ilə gətirərlər, pul qoyarlar, həmin məbləği götürüb gedərlər. Amma bu dəfə elə bir şey baş vermədi də. Yəni buna görə biz də belə çətin vəziyyətdə qaldıq. Çünki heç gözləmirdik ki, belə girərlər, evdən bu formada oğurluq eləyərlər. Yəni açıq-aşkar adı oğurluqdur da, götürüb də demək, oğurluyublar. Niyə oğurluyublar? Çünki bu yaxınlarda yəni məlumat verdilər, bununla bağlı açıqlama verdilər. Mənim müsahibəmdən sonra açıqlama verdilər. O evdən götürdükləri qaynanamın, yəni Nurlanın anasının qızıllarını ümumiyyətlə boyunlarından atdılar. Yəni artıq ondan əlimiz üzümüz düşür ki, qayıtmayacaq. Pul məbləğini də hansı ki maddi sübut kimi adlandırdılar. Yəqin ki, o da qayıtmayacaq. İnsanların dar gününü atdığı, kənara atdığı bir məbləğ var ki, çətin vəziyyətdə qalanda, nə bilim, nəsə bir hadisə baş verəndə həmin məbləği götürüb istifadə eləməyə. Nurlanın da ata-anası yaşlı adamlardı. Yəni, özləri də sağlamlığı ilə bağlı problem yaşayan insanlardı. Buna baxmayaraq, yəni bu yaşlarında artıq dövlətdən əllərini üzüblər. Çünki dövlət pensiya yaşını qaldırıb qoyub dağın bir başına. O pensiya yaşına çatana qədər öləsən, ölməyəsən. Verdikləri məbləğ qəpik quruş, heç yaşlı insanların dərman puluna çatmır. Yəni bu insanlar onsuz da bu dövlətdən əllərini üzüb, öz dar günlərinə işləyirlər bu xəstə yaşlı vaxtlarında ki, heç olmasa əlləri, ayaqları tutmayanda bu məbləğlə nəsə bir şey eləsinlər, nəsə özləri üçün bir iş qursunlar ki, heç olmasa bu əldən ayaqdan düşəndə, işləmə imkanı olmayanda dolanacaq bir çörək pulu gələn bir yer olsun. Həmin məbləği götürüb aparıblar evdən, yəni oğurluyublar. Ona görə də hal-hazırda yəni çox çətin vəziyyətdə qalıb ailəsi də. Nurlan saxlanıldığı vaxt üstündə olan əşyalar var idi, hansı ki kamerası, sonra telefonu, ştativi, yaddaş kartları, evdən bəli hamısını götürüblər. Evdə axtarış vaxtı gəlib qardaşının da telefonunu əlindən alıb aparıblar, onu da hələ də qaytarmayıblar. Qaçaqmalçılıqla məşğul olan insanın anası iki işdə işləmir.
Mənim qaynanam hal-hazırda yəni 2 işdə işləyir. Əlləri, ayağı soyuq suda, sexin içində. Nə bilim, qaynatam hal-hazırda Qarabağdakı tikintilərdə fəhlə işləyir. Yəni qaçaqmalçılıqla məşğul olan insanın ailəsi çox yaxşı bir şəraitdə yaşayır. Mən özüm gündə 9 saat iş qrafikim var. Gündə 9 saat işləyirəm. Yəni təbii ki, yaxşı qazansaydı əgər Nurlan ailəsinə də dəstək olardı. Ailəsi də bu gün çox yaxşı vəziyyətdə yaşayardı. Belə çıxır ki, bəli, Azərbaycanda jurnalistika cinayətdir. Azərbaycanda evdə pul saxlamaq cinayətdir. Azərbaycanda kiminsə evdə qızıl əşyasının olmağı cinayətdir. Bəli, belə hesab olunur. Azərbaycanda yəni mətbuatın əsası Zərdabi ilə qoyulub. Onun da məqsədi nə idi? Yatmış xalqı oyatmaq, cahil xalqı maarifləndirmək. Və həmin dövrdən bu yana Azərbaycan mətbuatı sözünü hal-hazırda dilimizə gətirə biliriksə, bu həmin müstəqil jurnalistlərin sayəsindədir. Hansı ki, onların hal-hazırda bəziləri həbsdədir. Çünki jurnalistika kiməsə yaltaqlanmaq deyil, jurnalistika icazəli xəbər yaymaq deyil, senzuralı material vermək deyil, oturub hansısa məmurun, hansısa kiminsə xətrinə dəyməsin deyə oxuduğun, yazdığın xəbəri 10 dəfə gözdən keçirib redaktə eləmək, bunlar jurnalistika deyil. Jurnalistika hal-hazırda həbsdə olan, hal-hazırda azadlıqda olan təkcə jurnalistin gördüyü işdir. Hansı ki, onlar ölkədəki korrupsiyadır, cinayətdir, polis özbaşınalığıdır, sosial problemlərdir, iqtisadi problemlərdir, vətəndaşların problemləridir. Hansı ki, onları heç bir dövlət kanalı, heç bir dövlətin media orqanı onları çatdırmır. Amma bu insanlar onları çəkirlər, göstərirlər. Və bu jurnalistlər az qala onların gözünün içinə soxurlar ki, baxın, görün bu ölkənin neftidir, qazıdır, sizin verdiyiniz vergilərdir, bunlar hara gedir, kimlərin cibinə gedir, hansı məmurlar bundan varlanır, kimlər özünə villalar alır, nə bilim, kimlər otellər tikdirir. Hal-hazırda bu xalq niyə belə pis vəziyyətdə? Uşaq pulu verilmir, pensiya pulu bayaq dediyim kimi 200 manat civarında, heç nə. Bunu hal-hazırda sorğulayan jurnalistlər həbsdədir. Yəni, məqsəd də sırf budur. Məqsəd də budur ki, bu jurnalistləri həbs eləməkdə bunu sorğulayan çöldə adam qalmasın. Bunu çöldə sorğulayan müstəqil jurnalist, müstəqil bloger qalmasın. İstədikləri kimi ölkədə at oynasınlar, istədikləri kimi bu xalqı soysunlar, talasınlar. Neftin, qazın pulunu istədikləri kimi xərcləsinlər. Yəni, məqsəd budur ki, bunları çəkib bu xalqa göstərən olmasın. Və hal-hazırda deyim ki, yəni, bu jurnalistlərin həbsinə şəxsən mən yəni yatmağı seçmiş xalqı qoydum kənara, özünü oyanmış kimi göstərənlər də yetəri reaksiya vermir. Mən o yetəri reaksiyanı onlardan görmürəm. Hal-hazırda Nurlan da daxil olmaqda, yəni həbsdə olan bütün jurnalistlərlə hamısı ilə fəxr eləyirəm. Hal-hazırda azadlıqda olub öz həbsini gözləyən, amma buna baxmayaraq öz fəaliyyətindən geri qalmayan jurnalistlərin hamısı ilə fəxr eləyirəm. Düşünürəm ki, nə vaxtsa onların ümid elədiyi kimi, onların arzuladığı kimi media azadlığı olan, sözümüzü rahat bir şəkildə deyə bildiyimiz, qanunun, haqq ədalətin hökm sürdüyü bir ölkədə yaşamaq qismət olar. Hələ də haqqı deyən, problemləri işıqlandıran, tərəfsiz, qərəzsiz jurnalistlər varsa, bundan sonra da olacaq, 10 il sonra da olacaq. Mənası yoxdur bu şounu, bu agitasiyanın.